İndi isə gəlin biz sizlə 6-cı sinifin 17-ci mövzusu olan lehimləmə haqqında danışırıq. Detalların lehimləmə ilə birləşdirilməsi. Lehimləmə nədir? Lehimləmə ərinmiş lehimin köməyi ilə metalların qırılmaz əlaqəsinin əldə edilmə prosesidir. Hansı ki, müəllimlər avadanlıqların içərisində televizor olsun, paltar yuyan, ütü, toz soran, soyuducu, bunların içərisində çox nazik, tük kimi belə naqillər var ki, həmin naqilləri bir-birinə ancaq bu lehim vasitəsilə birləşdirmək olur qopan zaman. Ona görə də orada qırılmaz əlaqəni əldə edilmə prosesinə lehimləmə deyilir. Lehimləmə zamanı əsas materialla məmulatın birləşdiriləcək hissəsindəki arasındakı boşluqlar doldurulur. Lehimləməyə başlamazdan əvvəl mütləq şəkildə həmin hissəni təmizləmək lazımdır. Lehimləmə maşın qayırma və cihaz qayırma, radioelektronika, qida sənayesində, məişətdə geniş istifadə olunur. Bir çox tikinti materiallarını da, məsələn, polad, çuğun, şüşə, keramika, qrafit, bunları lehimləmək olar. Bu zaman müxtəlif növ lehimlərdən və lehimləmə üsullarından istifadə olunur. Lehimləmə əl və ya elektrik lehimləmə aləti, infraqırmızı şua və lazerlərlə yerinə yetirilir. Lehimləmə üçün əsas vasitə lehimləmə alətidir. O elektrik çəngəli, şnur, dəstək dəlik gövdə, vint qızdırıcı iynədən ibarətdir. Bəs lehim nədir? Lehim, lehimləmə zamanı birləşdiriləcək səthlərdəki boşluğu doldurmaq üçün möhkəm tikiş əldə etmək məqsədi ilə istifadə olunan metal və yaxud da ki, ərintidir. Şəkil 2-də lehim A-da göstərilmişdir. B isə kanifoldur. Metalları lehimləməyə başlamamışdan əvvəl onların səthini flüslərlə təmizləmək lazımdır. Flüs, lehimlənən səthləri çirklənmədən qorumaq üçün hazırlanmış kimyəvi maddədir. Lehimləmə flüslər sayəsində lehim birləşdiriləcək hissələr daha yaxşı yapışır. Lehimləmə işlərini apararkən flüs olaraq kanifoldan istifadə edilir. Bəs kanifol nədir? Kanifol, şam qətranının distilləsindən əldə edilən sarımtıl qəhvəyi rəngli qətran maddəsidir. Onunla mis, laton, elektrik və radio avadanlıqlarının hissələrini, məftilləri lehimləmək üçün istifadə edilir. Lehimləmə üçün mütləq işə başlamamışdan əvvəl iş yerini düzgün təşkil etmək, lazım olan alətləri, materialları hazırlamaq lazımdır. Lehimləmənin altın taxta üzərində icra etməli və lehimlənəcək yer bütün artıq hissəciklərdən çirkdir, tozdur, yağdır, pasta əsaslı surətdə təmizlənməlidir. Bunu isə icra edən zaman yeyə və metal fırçadan istifadə edilməlidir. Bəs lehimləmə necə yerinə yetirilir? Lehimləmə aləti qızdırılır, bir neçə saniyə kanifola batırılır. Lehimləmə alətinin iynəsinin ucu belə deyim də 1 və ya 2 damla lehim götürülür ucu ilə və lehimləmə alətinin iynəsinin ucu lehim təbəqəsi ilə örtülənə qədər kanifol parçası üzərində saxlanılır. Lehimləmə zamanı səhvlər yaranır ki, onların qarşısının alınma üsulları aşağıdakılardır. Mütləq lehimlənəcək hissələr pis təmizlənmiş və yağdan azad edilməmişdir. Bu cür birləşmələr möhkəm olmur. Odur ki, lehimləmədə həmin yerləri əsaslı surətdə təmizləmək, yaxşılaşdırmaq lazımdır. Lehimləmə aləti işə zəif hazırlanmışdır. Lehimləmə alətini yeyə ilə təkrar təmizləməli və onun iynəsini qalaylamalıyıq. Həmçinin burada təhlükəsiz qaydalarımız var ki, işə yararlı alətdən istifadə etməli. İşə başlamamışdan əvvəl şəbəkə gərginliyinin elektrik lehimləmə alətinin gərginliyinə uyğun olduğunu əmin olmalı. İşin sonunda lehimləmə alətini elektrik şəbəkəsindən ayrılmasına və onun xüsusi atlığın üzərinə qoyulmasından əmin olmalıyıq. Lehimləmə havalandırma və təchiz olunmuş iş yerində aparılmalı. Qızmış lehimləmə aləti və hissələri ilə ehtiyatlı davranmaq lazımdır. Bu mövzumuz bu qədər və biraz diqqət tələb edən mövzudur. Uğurlar hər kəsə. Bəyənib, abunə olub, şərh bildirməyi unutmayın. Həmçinin kimlər MİQ və sertifikasiya dərslərini hazırlaşıb, bizimlə ixtisas üzrə yüksək nəticə əldə etmək istəyirsə, şərh bölməsində qeyd edə bilər. Uğurlar hər kəsə.